Bakıda sentyabrın 26-sından 28-nə dək hava şəraiti dəyişkən olacaq. Konkretas xəbər verir ki, payızın ilk günlərində şəhərdə küləkli və yağışlı hava üstünlük təşkil edəcək. Cümə 26 sentyabr günorta saatlarında güclü külək müşahidə olunacaq. Lakin hər vaxtlarda hava əsasən qismən günəşli olacaq. Maksimum temperatur 24 dərəcə Selsi, minimum 15 dərəcə Selsi təşkil edəcək. Bazar 28 sentyabr. Səhər saatlarında bəzi yerlərdə yağış yağacaq, günün qalan hissəsində isə hava buludlu olacaq. Maksimum temperatur 20 dərəcə Selsi, minimum 15 dərəcə Selsi təşkil edəcək. Meteoroloqlar şəhər sakinlərinə külək və yağışlı havaya uyğun geyim seçimi etməyi tövsiyə edir. Nəqliyyatın hərəkətində gecikmələrə qarşı da ehtiyatlı olmaq məsləhət görülür.